Azərbaycan Televiziyasının Teleradio Akademiyasının təşəbbüsü ilə jurnalistlər üçün müxtəlif istiqamətli dilimizin saflaşdırılması, qorunması ilə bağlı təlimlər keçirilir. Eyni zamanda müsahibələr alınır, podkastlar çəkilir. Ümumiyyətlə dilimizin saflaşdırılması jurnalistika üçün hər zaman prioritet olmalıdır. Çünki jurnalist, peşəkar jurnalist öz dilində mükəmməl şəkildə danışmağı bacarmalı. Eyni zamanda fərqi yoxdur, müxtəlif media subyektlərində bu audiovizual ola bilər, ənənəvi media subyekti ola bilər, eyni zamanda elektron mediada, xəbər saytlarında öz dilində mükəmməl yaza, eyni zamanda fikrini ifadə edə bilən jurnalistlərin olması çox vacibdir. Jurnalistikanın məhsulu həm audiovizual, həm elektron media məhsulları mütləq şəkildə Azərbaycan dilində səlis, müxtəlif ədəbi dil normalarına uyğun olmalıdır.